Ay müəllim, Donald Trump hətta belə bir ifadə işlətmişdi. Əgər xalqa qarşı hər hansı bir silah işləniləcəksə, biz dərhal ora hərbi müdaxilə edəcəyik. Amma artıq neçə gündür, 500-dən artıq demək olar ki, vətəndaş qətlə yetirilib, amma hər hansı bir hərəkətli yoxdur. Amma istənilən halda təhdidlər hər gün gəlməkdədir. O başqa söhbətdir ki, bəli, İranın daxilində müəyyən məqamlar var. 500-dən artıq vətəndaş lap çıxıb etiraz eləyirsə, onu öldürmək sivil dünyanın qanunlarına görə, ən azından o dünyanın qanunları bir tərəfə, bu sənin vətəndaşındır. Lap etiraz eləyirsə, əgər onun sosial problemi varsa, əgər onun iqtisadi çətinliyi varsa, etiraz eləyir, sən onun problemini həll elə. Etiraz eləyir, sən onun dolanışığını düzəlt, rifah halını qaldır. Öldürmək niyə? Yəni insanın canını Allahdan başqa heç kim ala bilməz. Bilməməlidir. Yəni bax bu rejimin də müəyyən o narahatlıqları, müəyyən o çatışmazlıqları var ki, əsas var, yəni o hansı dövlətlər ki, ora bu dəqiqə nəzər yetirirlər, ona əsas verirlər və rejim də ona əsas verir. Verməsin də bu əsası. Təbii ki, mən deyim sizə, əvvəla istənilən dövlətin rəhbərliyi öz vətəndaşlarının rəyini nəzərə almalıdır, yəni ki, xarici rəyi. Ay, mən belə eləsəm, xarici məni nə eləyər? Həqiqətən siz məsələni düz qoyursunuz ki, sənin bu vətəndaşların haqqını tələb eləyir. Amma orada bilirsiniz, bütün avtoritar belə sistemlərdə bir qaydadır. Bunlar ancaq elə yeri gələndə bu zorbalıq yolun seçirlər, belə eləyirlər. Misal üçün, bundan ötürü onlar da misal gətirirlər ki, məscidləri yandırırlar. Hansı vətəndaş məscidi yandırar? Yəni, deməli, bu istəyir xaricdən, istəyir daxildən, hansısa bu təxribatçıdır da. Bu məsələ, axı, kimin xeyrinədir ki, o məscidləri yandırırsınız? Və yaxud indi qalxır, sən bunu gülləbaran elə, bu tək-tək dövlətdə, tək-tək hallarda olur. Biz bilirik ki, bir sıra dövlətlərdə hətta belə xalq qalxanda eləyəndə bu öldürməkdən çəkiniblər. Çıxıb gediblər, boş buraxıblar şüursunu ki, bu ölüm itim olmasın. Amma nə üçün bunu yolu seçilir eləyirlər, əsaslandırırlar. Şübhəsiz İran böyük dövlətdir. Yəni 90 milyonluq bir əhalidə deyər ki, bir 48 nəfər orada işçi öldürülüb, nə bilim 500-ə yaxın 490 nəfər vətəndaş, hələ rəsmi rəqəm budur. Bəzən minlərlə, 2000-lərə gedir, bəli. Həbs olunanlar var. Amma hər halda bunlar vətəndaşlardır. Hətta mən görürəm ki, bəlkə də Azərbaycana təsir eləmək üçün belə bir qoyurlar ki, Azərbaycanda 20 yan var, İranda 13 yan var. Ölənlərin cəsədlərini göstərirlər, eləyirlər ki, gəlib qırğın eləyib, onu oxşarda eləyirlər. Yəni, buna yol verməmək lazımdır. Bax, ən gözəl yolu Məsud Pezeşkiyan deyir. O deyir, nə üçün biz başqalarında günahı görməliyik, özümüzdə görməliyik axı. Biz bu içməli su problemindən tutmuş, bunların hüquqlarının müdafiəsinə kimi biz təqsirkar, biz bu vəziyyətə gətirmişik. Misal, bir şey də var da, axı bu sənin təqsirin üzündən baş verib da. Bax, təxminən Amerika sanksiyaları tətbiq olunana qədər İran demək olar ki, eyni indi 90 milyon oradadır, 87 milyon Türkiyədədir. Deyək ki, ikisi bir boyda dövlətdir də, biraz bunun ərazisi böyükdür, belə İranın. Amma o başlanğıcda İranda daxil milli gəlir də öz dilimizlə anlaşılıq olsun, az qala 2 dəfə Türkiyədən çox idi. İndi Türkiyədən 3 dəfə geridir. Bəzən 3 yarım, 4 dəfə geridir. Və yaxud 5-6 dəfə dövlət büdcəsi İranın zəifdir. Sən bunu elə deməli, elə yol seçdin ki, o zəiflətdir. Düzdür, indi sən nüvə güya zənginləşdirilməsi, atomun zənginləşdirilməsi məsələsini qoyulub güya buna görə. Yer gəlmişən Erdoğan dedi, niyə görə sizin atom silahınız olmalıdır, bizimki olmalı deyil. İndi bunun da öz arqümentləri var, deyirlər, danışırlar. Amma hər bir halda İranda sənin hər şeyi bilirsən nətər. Mənim həmişə bir misalım var. Hətta özüm çətinə düşəndə deyirəm ki, çalışıram başqasında səhv axtarmayayım. Deyirəm, mərd özündən görər, namərd özgədən. Sən özündə görməlisən problemi ki, özün öz içərisində problem varsa, özün həll eləməlisən. Ona görə də İran dövləti, misal sən hədsiz dərəcədə, misal deməli, qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı, nə bilim, deyək ki, ana türk dilinin qadağan olunması ilə bağlı və sair məsələlər neynədir, nə hərəkət elədin, axı bu olmaz axı. Amma mən sizə bir söz deyim, deməli, ən qədim filosoflar öyrədirlər ki, əgər sən bir insanın qabağına azadlıq ya çörək qoysan, o çörəyi seçəcək.
Çörək seçsə, insanlar bu dəqiqə çörək dolanışıq dərdindədir. Elə İranda bilirsiniz nə vəziyyət yaranıb. Elə bir yaxın vaxta kimi insanlar artıq aclıq çəkirdi, kasıblıq çəkirdi. Amma mən belə bir söz deyim. Artıq İranda və Rusiyada sürünən və gizli kasıblıq, yoxsulluq baş verir. Nədir bu? İnsanlar Afrikada da acından ölmürlər, bir çörək tapırlar. Bəli. Acından ölmürlər. Amma insanlar kritik anlar üçün yatarları, ehtiyatları yoxdur. Sabah onların deyək ki, bir ağır xəstəsi olsun, bir başqa hansısa problemi həll etməyə olan vəsaiti yoxdur. Əvvəllər banklarda pulları vardı, evlərində pulları vardı, xərcləyirdilər. O pul da qiymətdən düşüb. Bu insanlar çox ağır vəziyyətlərə düşürlər. Bir ehtiyat yoxdur. Bax, Rusiyada belədir. Rusiyada məsəl 360 min yetim var, əmələ gəlib. Çox günə qədər. İranda da dəhşətlidir. Bəli. İndi mən müqayisə edirəm ki, yəni ətrafımızda, sağımızda, yuxarımızda, aşağımızda Azərbaycanın. Həmişə deyirəm, o Jean-Jacques Rousseau deyir ki, coğrafiya dövlətlərin taleyini həll edir. Biz baxırıq və ona görə də bunlara qiymət verməliyik. Eləməliyik ki, o sürünən kasıblıq deyil, sürünən yoxsulluq. Mən termin kimi belə işlədirəm. Bax, bunlar məcbur elədi ki, o insanlar qalxsın, haqlarını tələb eləsin və bir çıxış yolu axtarsınlar.